Avropa Komissiyasının Rusiyaya məxsus aktivləri müddətsiz dondurması ətrafında gərginlik davam edir. Rusiya bu qərarla bağlı beynəlxalq məhkəmə instansiyalarına müraciət edəcəyini deyir. Avropanın öz daxilində də bu qərara qarşı çıxanlar var və indi biz Brüsselə bağlanırıq. Detalları Avropa təmsilçimiz Elzar Ağayev bizə çatdıracaq. Efirdə Sezar, buyurun. Salam, axşamınız xeyir. Avropa İttifaqının Rusiya vəsaitlərini müddətsiz dondurma qərarı ətrafında spekulyasiyalar davam edir və gözlənildiyi kimi ən sərt bəyanatlar da Macarıstandan gəlməkdədir. Macarıstanın baş naziri Viktor Orban bəyan edib ki, bu qərar həm hüquqa ziddir, həm də Avropa İttifaqı daxilində həmrəyliyə ağır zərbədir. Avropa Komissiyasının prezidenti Ursula von der Leyen isə əksinə məmnundur və bu qərarın Ukraynaya verilən dəstəyin əyani sübutu olduğunu bildirib. Eyni zamanda Rusiyanın bu vəsaitlərlə bağlı beynəlxalq məhkəmədə iddia qaldırmaq istəyinə gəldikdə isə Avropa Komissiyasında hesab edirlər ki, bu əsassızdır. Çünki Rusiya bu və ya digər şəkildə istənilən halda Ukraynaya vurduğu ziyanı ödəməlidir. Nəyə görə Avropa İttifaqında belə qərara gəldilər ki, bu ittifaqın kodeksinin 122-ci maddəsini rəhbər tutaraq bu vəsaitləri müddətsiz dondursunlar? Bildiyiniz kimi vəsaitlərin dondurulması ilə bağlı qərar hər 6 aydan bir təzələnməli idi. Yəni Avropa İttifaqına üzv olan ölkələrin hamısı, 27-si də bunun lehinə səs verməli idi. Amma Brüsseldə ehtiyat edirdilər ki, Macarıstan və yaxud da Slovakiya qarşıdakı səs vermələrin birində bunun əleyhinə səs verə bilər. Belə olan halda isə vəsaitlər gecikdirilmədən Rusiya Mərkəzi Bankına geri qaytarılmalıdır. Qeyd edim ki, Macarıstan və Slovakiyanın belə bir addım atması ilə bağlı ehtimallar getdikcə ciddiləşməkdədir. Çünki hər iki ölkənin Brüssellə münasibətləri getdikcə pisləşməkdədir. Elə dünən Slovakiya baş naziri Robert Fico çox sərt bəyanatlar səsləndirdi Avropa Komissiyasının ünvanına və bildirdi ki, biz Rusların və Ukraynalıların qanının axmasına sakit yanaşan Qərbi Avropanın bir parçası olmaq niyyətində deyilik. Məhz buna görə də qarşıda belə bir təhlükəni aradan qaldırmaq üçün Avropa İttifaqı öz kodeksinin 122-ci maddəsinə əsaslandı. Diqqətli tamaşaçılarımız yəqin bilirlər, Fransa konstitusiyasında da belə bir çox məşhur 49.3 maddəsi var. Hansı ki, Fransa prezidenti Emmanuel Macron da Milli Assambleyada razılaşdıra bilmədiyi, qəbul etdirə bilmədiyi qanun layihələrini məhz bu maddəyə söykənərək qüvvəyə mindirirdi. Sadəcə Avropa İttifaqında bu dəfə analoji qərar qəbul edildi. Amma bu hələ bu vəsaitlərin, yəni Rusiyanın dondurulmuş vəsaitlərinin Ukraynaya yönləndirilməsi anlamına gəlmir. Bildiyiniz kimi 210 milyard avroluq bir vəsaitdən söhbət gedir və bu vəsaitlərin böyük bir hissəsi 185 milyard avrosu Euroclear depozit proqramı çərçivəsində Belçika banklarında saxlanılır. Az bir hissə 25 milyard avro isə Avropa İttifaqına üzv olan digər 5 ölkənin banklarında saxlanılır. Vəsaitlərin əksər hissəsi Belçikada olduğuna görə bu vəsaitlərin aqibəti ilə bağlı da yekun qərar məhz Belçikaya aiddir. Bildiyiniz kimi Belçika bu vəsaitlərin indiki məqamda Ukraynaya verilməsinin qəti şəkildə əleyhinədir və maraqlı məqam ondan ibarətdir ki, fransız dilli Le Soir qəzetinin yazdığına görə artıq bu mövqedə olan tək ölkə Belçika deyil. Belə ki, İtaliya, Malta və Bolqarıstan da artıq bu vəsaitlərin indiki məqamda Ukraynaya verilməsinin sülhə yox müharibənin davam etməsinə yardım edəcəyini düşünür və buna görə də bu vəsaitlərin indi Ukraynaya verilməsinin qəti şəkildə əleyhinədirlər. Bu məsələ sözsüz ki, 18 dekabr tarixində Avropa İttifaqına üzv olan ölkələrin Brüssel sammitində masada olacaq və yəqin ki, çox gərgin müzakirələrə səbəb olacaq. Belçikadan, Brüsseldən çatdıracaqlarımız bunlardan ibarət idi. Söz sizdə. Elzar, təşəkkür edirik ətraflı məlumat üçün.